Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel âgibatu lil muttaqin. Ve la udvana illa alel zalimin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli amma ba'd. İlk öncə Allah Azza və Cəllədən istəyirəm ki, Allah Azza və Cəllə bizə evinin qapısını açan Müslümanlara Allah Azza və Cəllə cənnət qapılarını açsın. Onlar bizə ikram etdiyi kimi Allah Azza və Cəllə onlara Firdevs cənnətlərində ikram etsin. Və yenə burada əziyyət çəkən bütün Müslümanlara Allah Azza və Cəllə xeyirlə mükafatlandırsın. Allahümmə əmin. Bu günləri Allah Azza və Cəllə nəsib edərsə, çox önəmli olan o da nədir? Müslümanların Allah Azza və Cəllənin vermiş olduğu İslam neyməti ilə, tövhid neyməti ilə izzət hiss eləyə bilməməsi. Yəni, normalda Allah Subhanahu və Teala bizi İslam ilə izzətləndirib, İslam ilə şərəfləndirib və hər bir insan bu dünyada kafir, müsəlman, ateist, deist, hamı izzət axtarır. Hamı istəyir ki, izzətli olsun. Və izzətli olmaq üçün yollar axtarırlar. Və dünyada insanlar izzətli olmağın yolunu biz bildiyimiz, yaşamış olduğumuz diyarlarda sənin izzətli olmağın üçün yaxşı bir xalq dili ilə desək, dayıya ehtiyacın var. Düzdür? Sənin əgər yaxşı dayın varsa, yaxşı bir əmin varsa, sən olursan el-oba arasında izzətli kişi, izzətli bir adam. Lakin insan müsəlman olandan sonra başa düşür ki, cahiliyyədə olan bütün izzət anlayışlarının hamısı batildir. Necə Ömər radiyallahu anhu məhşur o sözündə nə deyir? Biz İslamdan öncə zillət içərisində idik. Allah bizi İslam ilə izzətləndirdi. İndi sizə sual verirəm. Məgər Ömər radiyallahu anhu cahiliyyə dönəmində zillət içərisində olan bir adam idi? Yəni boynu bükük, insanlar gəlib gedib onunla ələ salan, onunla istehza eləyən belə bir adam idi? Yox. Cahiliyyə anlayışı ilə baxanda yenə izzətli adam idi. Düzdür? İstədiyinə sözünü deyə bilirdi. Müşriklər ondan qorxurdular, ətrafı ondan qorxurdu. Müsəlman olandan sonra yenə qorxmur, düzdür? Yenə həmin o cahiliyyədə olan izzətini, yəni cahiliyyə baxışı ilə baxdığımız zaman yenə öz izzətini qoruyur. Fəqət deməli, izzət dedikdə Ömər radiyallahu anhunun qəsd etmiş olduğu şey nədir? İslam. İslamdan öncəki həyat nə qədər izzətli yaşayırsan yaşa, zəlil bir həyatdır. Və Ömər radiyallahu anhu elə bir kişi idi ki, qorxusu yox idi. Və hətta hicrət elədiyi zaman, bilirsiniz, bəzi sahabələr gizlin hicrət eləyirlər. Ömər radiyallahu anhu elə eləmir. Qılıncını çəkir, çıxır küçəyə. Deyir ki, kim arvadını dul, uşağını yetim qoymaq istəyir, çıxsın qabağıma, hicrət eləyirəm. Sözü olan mənə desin, deyir. Və bunun qarşılığını da görəcək. Heç kim bir söz deyə bilmir, Ömər radiyallahu anhu gedir. Deməli, bu onu göstərir ki, Ömər radiyallahu anhu cahiliyyədə də elə fərqli bir həyat yaşayıb. Qorxusu olmayıb, sözünü deyib. Deməli, izzət bu deyil. Ömər radiyallahu anhu deyir ki, biz İslamdan öncə zəlil bir topluluq idik. Allah bizi İslam ilə izzətləndirdi. Həqiqi mənada İslam izzətdir. Bəzən olur ki, insanlar baxırsan ki, cahiliyyə dönəmini İslamdan daha üstün tutur. Cahiliyyədən elə danışır ki, elə zənn edirsən ki, bu adam izzət içərisində bir həyat yaşayıb. Danışırsan, biz belə elədik, biz belə eləmişik. Adam var, dayanmır, məclisdə oturur, başdan ayağa, bütün cahiliyyə həyatını danışır. İnsanları cahiliyyəyə elə özəndirir ki, biz cahiliyyədə belə idik, cahiliyyədə elə idik. Sən müsəlman olandan sonra heç bir şey olmamsansa, bu sənin problemindir, insanların problemi deyil. Sən İslam olandan sonra danışacaq bir şeyin yoxdursa, sən İslam olandan sonra, Müslüman olandan sonra danışacaq bir şeyin yoxdursa, bu sənin üçün utanç verici bir şeydir. Cahiliyyə ilə övünən insan, cahiliyyəsini hər oturanda, duranda danışan insan, onların hamısı zillətdir. Həmin o zillət nədir? İnsanın İslam ola bilməməsi. İslam insanı təmizləyir. Allah Subhanahu və Teala buyurur ki, kim izzət istəsə, izzətin hamısı Allahın yanındadır. İzzətin hamısı Allahın yanındadır. Başqasının yanında yox. Kim izzət istəsə, deyir Allah Azza və Cəllə, izzətin hamısı Allahın yanındadır. Ona görə insan biləndə ki, izzət Allahın yanındadır, müsəlman insan izzətli, o İslamla izzət hiss edir. Müsəlman olması ilə izzət duyur. Saqqalından dolayı utanmır. Qızı niqaba keçəndə utanmır. Qızını niqabda yanında aparanda utanmır. Belə insanlar var. Vallahi. Uşaq deyir ki, niqab taxmaq istəyirəm, atam qoymur, deyir. Anam qoymur, deyir. Təsəvvür elə, adam
Soruşanda ki, niyə belirsin? Deyir, qonşular var. Adam İslamı ilə izzət duya bilmir. Adam saqqalını azaldır. Allah saqqalını elə saxlayır ki, qonşuların xətrinə dəyməsin. İzzət hiss eləyə bilmir. Deyəndə ki, gəl namazın vaxtı girib, xalça salaq namaz qılaq, deyir, yaxud görənlər cəmaat var, deyir. İzzət hiss eləyə bilmir. Niyə görə? Çünki başa düşməyib. Elə bilir ki, izzət kafirlərin yanındadır. Necə Allah Subhanahu wa Ta'ala öz əzəmətli kitabında bu xüsusu bildirir ki, onlar kafirlərin yanında izzət axtarırlar, deyir. Halbuki izzət Allahın, Rəsulunun və möminlərin yanındadır. Möminlərdən utanan insanlar var. Müsəlmanla gəzəndə utanır. Müsəlmanlarla oturanda utanır. Cahiliyyədən dostu keçəndə deyəcək ki, bu da bax, saqqallarla oturub durur. Onun xəcalətini çəkir. Belə insan İslamı başa düşməyib. Belə insan dərinə getsə görəcəksən ki, tövhid onda oynaq vəziyyətdədir. Bugün sabahlıqdır. Tövhidi oynaq olan bir adam, onun dinin izzətini hiss etməsində də bir problemi var. Başa düşməyib. Sahabə elə idi məgər? Vallahi sahabə bu dinlə izzət hiss eləyirdi. Sahabə bu dinlə elə bir şəkildə izzət hiss eləyirdi ki, ölüm anında belə izzət sərgiləyirdilər, ölüm anında. Necə bilirsiniz, sahabənin birisini əsir götürəndə öldürəcəklər, son anıdır. Soruşurlar ki, nə istəyirsən? Deyir ki, vallahi istəyirəm ki, 2 rükət namaz qılım. Bax, ölüm anıdır, yenə Allaha qulluq eləyir. Deyirlər ki, get namazı qıl, gəl. Gedir namazı qılır, həmən qayıdır. Və deyir ki, vallahi deyir, qorxmasaydım ki, siz mənim haqqımda deyərsiniz ki, o ölümdən qorxur, ona görə namazı uzadır. Namazımı biraz daha uzun qılardım. Ölüm anında izzətə bax, izzətindən taviz vermir. O kişiliyindən, o İslamın izzətindən taviz vermir. Və soruşurlar, bu Abu Sufyanın diqqətini çəkəndə soruşur ki, de görüm, deyir, madəm bu qədər sən səmimi, ixlaslı bir adamsan, sənə sualım var, deyir. De görüm, deyir, indi istəyərdimi Muhammed sənin yerində olsun? Sən də əhlinin, ailənin, övladının, uşağının yanında olasan. Deyir ki, vallahi, deyil Muhammedin mənim yerimdə olmasını, onun ayağına bir tikan batmasına da razı olmaram. Yəni, mən elə bir dinin muntasibiyəm ki, yəni ölüm anında, yəni həyatın gözəl getdiyi anda, xoşbəxt anda, rızqın daraldığı anda, ölümlə burun-buruna gələndə mənim üçün fərqi yoxdur. Biz Muhammedə iman gətirmişik, deyir. Onun nəinki mənim yerimdə olmağı, ayağına deyir, bir tikan batmağına da razı olmaram. Ölüm anı da izzət sərgiləyir. Deyir ki, bilsəydim, deməyəcəksiniz ki, qorxdu, namazı biraz daha uzun qılardım. Təsəvvür elə, ölüm ayağında bu qədər izzət sərgiləmək nəyin göstəricəsidir? İslamı başa düşüb, tövhidi başa düşüb. Allah Subhanahu wa Ta'ala başa düşməyənlərin kimlər olduğunu bizə xəbər verir. وَلَكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ Bunu başa düşməyənlər nəyi, ya Rabbi? İzzətin Allahın, Rəsulunun və möminlərin olduğunu başa düşməyənlər, Allah deyir ki, münafiqlər bunu başa düşməzlər. Təsəvvür elə, münafiqlər deyir Allahın, Rəsulunun və möminlərin izzətli olduğunu başa düşməzlər. Həqiqətən də baxırsan ki, məgər elə deyil. Həmin o münafiq xislətli insanlardır ki, Allah Azza və Cəllə onları əzəmətli kitabında tərif eləyib. Onlar başa düşmürlər. Onlar izzəti başa düşmürlər. Onlar saqqalın necə izzət olduğunu bilmirlər. Onlar niqabın necə izzət olduğunu bilmirlər. Onlar namazın necə izzət olduğunu başa düşməyiblər. Ona görə neyniyir? Ha belə İslamından dolayı utanır. Halbuki utanması gerəkən insan Müslüman olan insan deyil. Çünki sən elə bir dinin muntasibisən ki, Allah Subhanahu wa Ta'ala mundarla təmizi bir-birindən ayırıb. Allah Azza və Cəllə səni zülmətdən nura çıxardıb. İnsan nurun içərisində heç sıxıla bilər. İnsan heç nurun içərisində zülmət üçün darıxa bilər. İnsan nurun içərisində zülmətə baxa bilər. Zülmətə baxa bilərsən necə Ömərin baxdığı kimi, radiyallahu anhu. Necə baxırdı? Baxırdı ki, zillət içərisində idik. Cahiliyyədə fərqli həyat yaşamışıq. Bizim türmə həyatı bilirsən necə keçib. Bizim əskərlikdə fərqli olub. Belə danışmırdı. Danışırdı ki, zillət içərisində idik. Allah bizi İslam ilə izzətləndirdi. Ona görə münafiq xislətli insanlar İslam ilə qürurlana bilmirlər. İslamın izzətini yaşaya bilmirlər. Və ha belə Allah Subhanahu wa Ta'ala onların sahabə dönəmində, Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində belə problem çıxardıqlarını yenə görürük. Ya imanı zəif olan kimsələr və yaxud da münafiq xislətli insanlar. Bu iki sinif insan olub. Allah Subhanahu wa Ta'ala həmin sahabə toplumunu bizə misal verir. Onlara xəbər gələndə ki, insanlar sizə qarşı ordu toplayıblar. Allah Azza və Cəllə deyir ki, fəzədəhum imanən, bu onların imanlarını artırdı. Deməli, münafiqlər və imanı zəif olan insanlar tarixən nə ediblər? İnsanları çəkindiriblər, insanları qorxudublar. Geri dur, ordu gəlir, təhlükə var, burada namaz qılma deyir. Niqabla çıxma, qonşular problem eləyəcək. Saqqal saxlama, insanlar sənə pis baxacaqlar.
Fəzədəhum imanən, bu sahabənin imanını artırdı. İman artmaq sahabənin vəsfidir, kişilərin vəsfidir. Və kişi deyildikdə burada cins olaraq kişi deyil. Elə qadınlar olublar ki, tarixən, vallahi, minlərlə kişini, cinsi kişi olanın yanına qoysan, bir dənə o qadının kişiliyindən eləməz. Bir dənə o qadının mərdliyindən eləmir. Və belə qadınlar olublar. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında sadiq olublar. Hani bilirsiniz, sahabə qadın, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, döyüş əsnasında deyir, sağıma baxdım, onu gördüm. Soluma baxdım, onu gördüm. Önümə baxdım, onu gördüm deyir. Allah Rəsulunu qoruyur. Təsəvvür elə, tək kişilər olmayıblar, sadiq olanlar. Tək kişilər olmayıblar, bu din üçün əziyyət çəkənlər. Həmin insanlar olublar. Bu insanların vəsfi belə olub. Onlar Allah subhanahu wa ta'alədən qorxublar və İslamları ilə izzət duyublar. Tam tərsi olanlar, cahiliyyə ilə izzət istəyənlər. Baxırıq, Peyğəmbər sallallahu aleyhi və səlləmlə döyüşən insanlara, onlar ataları ilə övünürdülər, ataları ilə gəlirdilər, atalarının adları ilə döyüşürdülər. Fəqət əshab, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olanlar, Allah təkdir deyib döyüşə girirdilər. Allah ən böyükdür deyib döyüşə girirdilər. Muhammed hardadır deyib Allahın rəsulunu axtarırdılar. Sıdq budur, sadiqlik budur, təqva budur, kişilik budur, mərdlik budur. Namərd olan insan, əslində o danışır, biz cahiliyyədə belə olmuşuq, elə olmuşuq. Araşdırsan elə olmayıb o. Araşdırsan cahiliyyədə də mərd ola bilməyib. Çünki ən şərəfli, ən izzətli yolda izzət tapa bilməyən insan zillət içərisində izzət yaşaya bilməz. Araşdır görəcəksən ki, bu əskərlikdə danışdığı kimi adam olmayıb. Araşdır görəcəksən ki, bu türmədə elə danışdığı kimi adam deyil. Çünki umumən, adətən izzətli insanlar izzətlərindən çox danışmırlar. Çünki çox danışan insan bilir ki, ağırlığına zərər gətirəcək, vaqarına zərər gətirəcək. O çox danışırsa, bil ki, o danışdığı adam deyil. O danışdığı kimi mərd, cömərd, kişi deyil. Həmin o danışdığı kişilərdən deyil. Çünki ən izzətli yolda bu izzət tapa bilmir. Sən izzətli yolda izzət tapa bilmirsən. Sən necə zillət içərisində izzət yaşamısan? Mümkün deyil. Ona görə insan başa düşməlidir ki, ən izzətli yol Allahın yoludur. İnsan Allah Azza və Cəllənin onu İslam neyməti ilə neymətləndirdiyi üçün şərəf duyacaq. Saqqalı ilə şərəf duyacaq. Niqabı ilə şərəf duyacaq. Hicabı ilə şərəf duyacaq. İnsanların önünə çıxdığı zaman namaz qılmağından utanmayacaq. Namaz qılmaqdan utanmaq, bu İslam ilə izzətlənən insanların vəsfi deyil. Namaz qılansan, adam var, deyir ki, yox, demədim ki, namaz qılanam, vallahi. Vallahi, sümmə, vallahi, özüm eşitmişəm. Qardaş deyir ki, özüm qəsdən demədim ki, deyir, namaz qılanam. Niyə? Deyir, onlara fərqli baxırlar. Miskin, bədbəxtdir bu adam. Bədbəxtdir, bilmir İslamın izzətini, bilmir namazla izzətlənməyi bilmir, başa düşməyib. Belə insan izzətli ola bilər. Belə insan sonra kişilikdən danışa bilər. Yox, danışa bilməz. Yoxdur ixtiyarı. İnsan gələ Allah Azza və Cəllənin dinində o kişilərə baxsın, kişi kimi bir həyat yaşasın. İslam elə bir dindir ki, kişiliyi insandan tələb edir. Bu din kişilərin dinidir. Nəyə görə deyiblər? Boşuna deyil. Bu din kişilərin dinidir. O kişilər ki, İslamları ilə izzət duyublar tarixən. Bu gün də elədir. Həmin o insanlar qocunmurlar insanların onlara pis baxmaqlarından, insanların onlara tərs baxmaqlarından, qonşunun necə baxmağı, qohumun necə baxmağı, yolda gedəndə insanların necə baxmağı, fəxr edir özü ilə. Əlhamdülillah ki, mən müsəlmanam. Necə bununla fəxr eləməyə bilərsən ki? Allah Azza və Cəllə sənə pis-pis baxan insanın həyatında yüzlərlə mundarlıq var. Amma Allah səni təmizləyib, Allah səni zinadan qoruyub. Necə ola bilər ki, sən boynumu bükük gəzəsən, utanasan, lakin başqa insan, izzətsiz olan, nə desən var adamın həyatında, o sənə pis baxır deyə sən utanasan. Gör necə insanların həyatları alt-üst olub. Zəlil izzətliyə pis baxır, izzətli özündən qorxur. Biabırçılıqdır. Hər şey alt üstünə olub. Hər şey altı üstünə gəlib. Belə bir şey ola bilər yəni. Əgər insan Allahın onu izzətləndirdiyi şeylə izzət tapmayanda belə olur. Allah insanı zəlil eləyir. Ona görə insan zəlil olmamaq üçün İslamı ilə izzət duymalıdır. İslamı ilə izzət duymalıdır. Fəqət bizə düşən şey nədir? İslamı ən gözəl bir şəkildə təmsil etmək. Edəcəksə bunu eləyəcək. Madəm saqqallı olan, hicablı olan, niqablı olan insanların bəziləri bu dinə zərər gətiriblər, İslama zərər gətiriblər, sən ən gözəlini ortaya qoyacaqsan. Sən insanlara başa salacaqsan ki, niqablı olan insanlar belə deyirlər. Niqablı olan insanlar danışıqlarını bilirlər. Saqqallı olan kişilər ticarətlərində düzgündülər. Onlar bir adama deyəndə ki, gəlib bu malı sabah səndən götürəcəm, qaçıb çıxıb getmir. O sabah da gəlir malı götürür. Doğru sözlü olan kişilər belə olublar. Və sən bunu təmsil elə, bunun üçün çalış. Yeriyəndə bil ki, sən Allahın dinini təmsil edirsən. Gəzəndə bil ki, sən Allahın dinini təmsil edirsən.
Biri ilə dava dalaş eləmək istəyəndə bil ki, sən qıraqdan bir müsəlman olaraq görünürsən. Həmin o izzəti qoru. Taviz vermə. Demirəm ki, başını sal aşağı üzvü çevir get. Yox, cavab ver. Deyirəm, biz izzətli insanlarıq. Bildir. Lakin elə şəkildə ki, bu dinə zərər gətirmə. Bu dinə zərər gətirmədən İslamın izzətini göstər. Amma bu dinə zərər gətirmə. Eləyəcəksənsə bunu elə. Bununla övün, bunu insanlara bildir. Deyirəm, bax, biz müsəlmanlar ən təmiz olan insanlar bizlərik. Bizlər zina etmirik. Bizlər pis işlərlə məşğul olmuruq. Bizim gizli hallarımız yox. Nə etdiyimiz bəllidir. Necə Allaha qulluq elədiyimiz bəllidir. Bizim müşriklər kimi həyatımız qaranlıq deyil. Belə bir qaranlıq həyatımız yoxdur. Və bununla da fəxr etməlisən, övünməlisən, bildirməlisən. İslamından dolayı İslamından, isbalından, saqqalından dolayı utanmalı deyilsən. Və belə bir din Allah Azza və Cəllə nazil eləyib tərtəmiz, gecəsi gündüz kimi təmiz olan bir din. Övladlarımız yetişir, övladlarımız böyüyür. Necə böyüyəcəklər? Ata uşaq vaxtı deyib ki, qızım niqab taxma. Birdən qonşu pis baxar. Belə bir uşaq izzətlə böyüyə bilər. Belə bir uşaq sabahları böyüyüb niqab taxanda izzətli ola bilər. Yox. Müsəlman atası deyib ki, niqab taxma. Müsəlman atası deyib ki, hicabı 12 yaşında taxarsan. İndi taxma, indi tezdir. Belə bir uşaq böyüyüb İslamla izzət tapa bilər. Atası izzətli olmayıb. Bu necə izzətli olacaq? Atası ona izzətin tərbiyəsini verə bilməyib. İzzətlə onu yetişdirə bilməyib. Necə bu izzətli olacaq ki? Necə bu izzətli ola bilər? Mümkün deyil. Ona görə bizim övladlarımız böyüyür. Biz zəlil bir həyat onlara göstərsək, onlar da zəlil olacaqlar. Qırmızı hicablı uşaqlar yetişdirəcəyik. Sarı hicablı, qırmızı hicablı, göy hicablı. Niyə? Çünki zəlil bir həyat göstərmirsən. O da indi İslamla cahiliyyəni birləşdirmək istəyib, qırmızı rəng əmələ gəlib, sarı rəng əmələ gəlib. Niyə? Çünki sən göstərmirsən, sən elə tərbiyə vermirsən. Amma sən ona izzət göstərsəydin ki, qızım, niqab tax, hicab tax, eyb etməz. Amma qonşulara ədəb göstər. Qoy onlar bilsinlər ki, niqab taxan uşaqlar necə əxlaqlı olurlar. Hicab taxan uşaqlar necə ədəbli olurlar. Onlara onu göstər. Qonşulara yaxşılıq elə. Evdə yemək pişəndə apar qonşulara da ver. Göstər onlara İslamın gözəlliyini. Belə yetişdir. Belə yetişdir ki, uşaq İslamı ilə izzət hiss eləsin. Bilsin ki, ən təmiz olan odur. Ən gözəl olan odur. Ən gözəl geyim ondadır. Ən təmiz olan ürək ondadır. Bilsin, belə yaşasın. Müşriklərin yanında, cahillərin yanında boynunu bükməsin niqabından dolayı, hicabından dolayı. İzzət budur. Allah Azza və Cəllə bizə izzətli bir yol buraxıb. Belə etdikdə, bunu başa düşdükdən sonra həmin bu izzətli yolun şükrünü etmək lazımdır. Həmin bu izzətli yolun şükrünü etmək lazımdır. Həmin o şükür nədir? Bu yola insanları dəvət etmək. Həmin bu izzətli yola insanları çağırmaq ki, bax bu tövhid zillət deyil, bu tövhid izzətdir. Sən zillət içərisindəsən, ey Allahın qulu, ey dostum, ey əmoğlu, ey qardaşım, ey qonşu, ey əmoğlu, ey dayıoğlu, zillət içərisindəsən. Yaşama belə. İzzətli yaşamaq istəyirsənsə, izzətin yolu İslamdır. İslam səni o zillətdən çəkir, çıxardır. Ona görə insan bu izzətli yolun şükrünü etmək üçün izzətli yola insanları dəvət etməlidir. İnsanlara anlatmalıdır. Bu izzətli yolu göstərməlidir. Həmin bunun tövhid neymətinin, izzət yolunun, tövhid və izzət bərabərdir. Eyni yoldasan. Tövhid yolundasansa, izzət yolu eyni şeydir. Əgər insan tövhid içərisində izzət tapa bilmirsə, dedik ki, bu onun öz şəxsi məsələsidir. İzzət tapa bilmir. Ona görə insanlara bu yolun şükrünü, bu dinin şükrünü, bu izzətin şükrünü etməyin yolu insanlara bu yola dəvət etmək. Nəyimizlə olursa olsun, vaxtımız, malımız, mülkümüz, nə olursa olsun gəncliyimiz öyrənəcəyik, öyrədəcəyik, insanlara çatdıracağıq. Gərəkirsə insanları buraxmayacaq, yapışacaq, gəl əmoğlu, səndən işin var. Boş-boş evdə oturmaqdansa, boş-boş şeylər izləməkdənsə, get yapış əmoğludan. Denən, ey əmoğlu, gəl, səndən işin var, səni dəvət edəcəm. Nəyə? İzzətə, tövhidə. İstəyirəm ki, izzətli olasan səndə. Bu yol izzət yoludur, onu anlatacaqsan. Həmin bu şeyin şükrü budur. Və tək bunu kişilər eləməyəcək. Eyni zamanda qadınlar da. Onlar da Allaha şükür etməlidirlər, yoxsa yox? Onlar da Allaha şükür etməlidirlər. Bu izzətli yola Allah onları muvaffaq etdiyi üçün. Vallahi biz bu yola özümüz girməmişik. Biz bu yola yatıb səhər-səhər zəlil yatıb izzətli qalxmamışıq. Zəlil yatmışıq, Allah bizi izzətlə oyadıb. Allah bizi bu izzətli yola soxub. Bizim özümüzdən deyil. Bizim özümüzdən qalsa, nəfsimizdən qalsa, nəfs insana pis şeyləri əmr edir. Nəfs insana izzəti əmr eləmir. Nəfs insana elə şeylər əmr edir ki, qadın, qız, pul, bar, hər şey. Həmin şeyin sonuna baxırsan, zillətdir. Düzdür? Kim deyə bilər ki, bu yolun axırı izzətdir? İzzət deyil. Nə qədər insanlar var, boynu bükük gəzirlər. Niyə? Filan günahın sahibiyəm. Filan günaha düşdüm, aləm dağıldı. Filan məsələ oldu, aləm yıxıldı. Düzdür? Bu yolun, zillət yolunun sonu da zillətdir.
Allah bizi muvaffaq eləyib, Allah bizi izzətləndirib, Allah bizi İslam ilə şərəfləndirib, bizə düşən şey nədir? Bu yolun şükrünü etmək. Və qadınlar dedik ki, onlar da bu yolun şükrünü eləyəcəklər. Onlar da bu din üçün çalışacaqlar. Onlar da bu din üçün, bu şərəfli yol üçün əllərindən gələn hər bir şey eləyəcəklər. Təəssüflər olsun ki, qadınlar Allahın dininə yardım etmək istədikləri zaman kişilər buna mane olurlar. Sən nə işin var deyir. Ged otur deyir, yeməyi pişir. Belə danışırlar. Belə danışmaq olar. Məgər o Allahın dininə yardım etməli deyil. Məgər sən Allahın dininin izzətin şükrünü eləyirsən, o eləməli deyil, o da eləməlidir. Bu ümmətin qadınlara ehtiyacı yoxdur, qadınlara ehtiyacı var. Necə bir qadınlara? Elə qadınlara ki, izzətlidirlər. Elə qadınlara ki, sən cahil bir qadını onların arasına gətirəndə utanmırsan ki, birdən orada bir biabırçılıq olar. Niyə? İzzətli qadınlardır. Bilirsən ki, onlar bu dinə zərər gətirməz, öyrənib, öyrədəcək, İslam ədəbini bilir, İslam əxlaqını bilir, rahatsan. Gətirmişsən o cahil qadını, deyirsən ki, dəvət edin bunu. Heç sönüb o tərəfə baxmırsan. Həmin bu şey izzətin şükrüdür. Ona görə qadınlar da öyrənəcəklər ədəbi, əxlaqı, bu dini, tövhidi insanlara necə çatdırmaq olar? Bu din üçün nə etmək olar? Rus dili bilirsən, fayda verəcəksən. İngilis dili bilirsən, fayda verəcəksən bu din üçün. Nə edə bilərəm? Hansı dəvətə yardım edə bilərəm? Bu dəvətin irəli getməsi üçün nə edə bilərəm? Tək kişilərə aid deyil. Qadınlar da. Neçə qadınlar var ki, vallahi, sümmə vallahi, onlar bəlkə də tanıdığınız, bildiyiniz kişilərdən bu dinə, bu dəvətə daha çox fayda verirlər. Fəqət həmin o kişilər dinə o qədər bəlkə fayda verə bilmir. Çalışır, 4 dənə uşağı var. Yəni, bu dediyim faraza bir şey deyil. Yəni, hal-hazırda düşündüyüm, ağlıma gələn bir bacı haqqında danışam. Bu dəvətə onun 4 uşaqla verdiyi çabanı, çalışmanı bir çox kişilər verə bilmirlər. Əksinə gəlib o kişilərə deyəndə ki, dəvət üçün filan şey eləmək lazım, deyir, yox, indi yox, vaxtı deyil, tələsmə. Amma həmin o qadın çalışır. Bir əlində qab yuyur, bir əlində dəvət üçün çalışır. Bu dinin yayılması üçün çalışır. Yəni, fikirləşirsən ki, 4 uşağı sənin yanına versələr, sən özün çalışa bilməzsən. Necə çalışır? İxlaslıdır. İxlaslıdır, Allahdan yardım istəyir, Allah da ona yardım eləyir. Səmimidir. Amma elə insan var ki, gəncdir, baxırsan ki, 20 yaşı var, avaradır. Nə olsun müsəlmandır? Avara bir həyat yaşayır. Bu din üçün, bu dəvət üçün, tutmuş olduğu yol üçün heç bir işi yoxdur. Heç bir dərdə dərman deyil. Belə insanların sonucu nədir bəs? Allahın dininə yardım etməyən, bu dəvəti özünə dərd etməyən, bu izzətin şükrünü elə bilməyən insanın sonu nədir? Sonu dinsizlikdir. Nə qədər insanlar var ki, gəliblər, baxmısan ki, 20 ildir, 30 ildir müsəlmandır, indi müsəlman deyil. Nəyin bəhrəsidir? Çünki başa düşmədi izzəti. Ona görə necə alimlər deyirlər ki, nə badə deyir, izzətli yolda olduğun zaman zillətli bir həyata baxıb o həyat üçün darıxasan. Baxırdı, darıxırdı, miskin idi. İzzətli yolu, bu izzət yolunda çalışmaq yerinə cahiliyyə dostlarına baxırdı. Onlara baxırdı ki, onlar necə bir həyat yaşayır. Onlara özənirdi. Özünü onlara bənzədirdi. Onlar nə geyinirdi, bu da onu geyinirdi. Onlar nə ayaqqabı geyinirdi, bu da qaçıb onu alırdı. Onlar nə telefon işlədir, bu da qaçır onu alır. Onlara bənzəməyə çalışır. Özünü onlara oxşadır. Onlarla eyni məclisdə oturanda elə zənn edir ki, bunlar irəli zəkalı insanlardır. Gəlir müsəlmanların yanına baxır ki, burada məsələlər fərqlidir. Orada məsələlər fərqlidir. Elə bilir ki, izzətlə zilləti qarışdırır, Allah da onu zəlil edir. O darıxmış olduğu zilləti Allah onu geri qaytarır. Ona görə insan əgər bu dəvət üçün, izzətli olan bu yol üçün, tövhid üçün çalışmasa, sonu nədir? Sonu zillətdir. Bir də gözünü açacaq ki, zillət içərisindədir. Elə bilib ki, din yaşayıb, yaşamayıb. O din onu, insan necə ola bilər ki, başa düşsün ki, izzət Allahın yanındadır. Amma oturduğu yerdə Allahı uca tutmasın, Allahı ucaltmasın. Allah ilə izzət tapmasın. Cahiliyyədə olur, insanlar deyirlər, bilirsən deyir, mənim dayım kimdir? Ən uca misallar Allaha aiddir. İnsan oturduğu yerdə dayısından danışır, duranda dayısından danışır. Deyir, valla mənim dayım deyir, gəldisə, onun qabağında heç kim durma. Hamı ayağa qalxır deyir. Ha belə dayısı, əmisi bununla fəxr eləyir. Halbuki bu, dünyalıq olan izzətlərin hamısı biticidir. Dünyada elə bir izzət yoxdur ki, dırnaq arası izzət yoxdur ki, onun sonu olmasın. Bugün izzətlisən, sabah zəlilsən. Düzdür? Məsələn, güncəl bir misal, Türkiyədə olan məşhur İmamoğlu, dünənləri İstanbul ondan sorulurdu, düzdür? Bu günləri zəlil bir vəziyyətdədir. Düzdür, dünən izzətli idi, dünən onunla nə qədər insanlar övünürdü. Bilirsən mən kiməm? Bilirsən mənim əmim kimdir? Bilirsən mənim dayım kimdir? Deyirdilər, indi hanı insan? Yoxdur. İçərdədir, əziyyət çəkir, zillət içərisindədir. Dünən izzətli, bugün zəlil. Səbəb nədir? Çünki həqiqi izzətin yolu orada deyil.
İnsanın qəlbi dönükdür, o dayı deyirsən, dayıya bir də görsən zəng vurur. Deyir ki, baz uşağı deyir, mənlik deyilsən deyir. Ged özünə başqa dayı axtar deyir. Düzdür, cavab vermir sənə. İnsandır, qəlbi dönükdür. Evdə hirslənib arvad uşağa, sən ehtiyac içindəsən, sənə baxmır, yönəlmir sənə. Deyir, öz dərdim var mənim, ged işinlə məşğul ol. Amma Allahın izzəti belədir, yox. Allah ilə izzət tapan insan bilir ki, bütün izzətin hamısı Allahın yanındadır. Bütün izzətin hamısı Allahın yanındadır. Bunu bilən insan, vallahi həqiqi izzətin Allahın yanında olduğunu bilir və o izzətdən ayrılmır. Oturduğu yerdə həqiqi izzətdən danışır. Müvəqqəti izzətdən yox, əmidən, dayıdan yox. Bunlar müvəqqətidir. Gəlib keçir. Bugün var, sabah yoxdur. Bugün izzət içərisindədir, sabah televizorda zəlil kimsədir. Amma Allah Azza və Cəllənin izzət verdiyi kimsələr elə deyil. Allahın izzətləndirdiyi kimsələr elə deyil. Allah Azza və Cəllənin izzəti elə deyil. Bir izzət əbədidir, bir izzət isə müvəqqətidir, 3-5 günlükdür. Allah Azza və Cəllənin izzətləndirməsi tək bu dünyada da deyil. Allah səni bu dünyada izzətləndirsə, Allah bu dünyada səni ucaltsa, Allah səni qiyamət günü də izzətləndirir. Necə izzətləndirir səni? Baxırsan ki, o dünyada sənə zülm eləyənlər, baxırsan ki, o dünyada izzət içərisində yaşadığını zənn eləyən insanlar ateşin içərisindədirlər. Boğulurlar, hesab verirlər. Fəqət Allah möminləri isə öz kölgəsində kölgələndirir. O gün də səni izzətli eləyir. Allahın izzəti belədir. Bu dünyada səni izzətli tutsa Allah, qiyamət günü də səni insanların zəlil olduğu, insanların rüsvay olduğu bir vaxtda Allah səni izzətli eləyəcək. Allahdan istəyirəm ki, Allah bizi dünyada da, axirətdə də izzətli etsin. Allah bizi bu dünyada İslam ilə izzətləndirdiyi kimi, o gündə bizi izzətli kişilərdən etsin. Allah Azza və Cəllədən istəyirəm ki, bizi izzət yoluna saldığı kimi, izzət yolunda da bizi öldürsün. Allah Azza və Cəllə bizi tövhid əhli etdiyi kimi, canımızı da tövhid əhli olaraq alsın. İstəyirəm ki, bütün müsəlmanlara bu dinin izzətini başa düşməyi nəsib etsin. Allah Azza və Cəllə bizi bu izzət yoluna insanları hikmətlə, gözəl öyüd, nəsiyyətlə dəvət etməyə muvaffaq etsin. Allah Azza və Cəllədən istəyirəm ki, bu izzət yolunun zillətini istəyən hər kəsi zəlil etsin. Allah Azza və Cəllə bu tövhid dəvətini pisləyən, bu yoldan insanları çəkindirən, bu yolda olan insanlara zərər vurmaq istəyənləri zərərə uğratsın. Allah münafiqləri zəlil etsin. Allah Azza və Cəllə qəlbi xəstə olanların xəstəliyi düzələcəksə Allah qəlblərinə şəfa versin. Əgər onların xəstəliyi artacaqsa Allah onları bizdən uzaq etsin. Allah Azza və Cəllədən istəyirəm ki, bizi Qədr gecəsinə muvaffaq etsin. Allah Azza və Cəllədən istəyirəm ki, bizi bu aydan bağışlanaraq çıxardığı qullardan etsin. Allah Azza və Cəllə sıxıntıda olan bütün müsəlmanlara yardım etsin. Allah Azza və Cəllə o müsəlmanlar ki, qapılar onların üzlərinə bağlıdır. Allah Azza və Cəllə tez bir zamanda qapıları onların üzünə açsın. Allah müsəlmanlara uzanan əlləri qurutsun. Allah Azza və Cəllə müsəlmanlara xainlik edənləri zəlil rüsvay etsin. Allahümmə amin, Allahümmə amin, Allahümmə amin. Və axiru davana enilhamdülillahi rabbil alemin.